Məni oradan tanıyırlar. Orada meyxana deyən elə ki, bərzad yox idi. Qarasuqu Mami, Mehmangiza gəlir. Heç birimiz tanımırdıq, yerişmirik. Gəldilər, dedilər ki, qoş bizim kafemiz yoxdur. Azqurun binasıdır da. Nətəriyə bura? Buranın elə yeməkxana dedim. Amma pulum var, yeməkxana. Çayxana açmışam, nə ofisiant var, nə çay dəmləyən var. Pul yoxdur axı verim. Hamısını özüm eləmdə. Maaş qaçıram oyan bir yer. Prizlər deyib başladım orada yemək verməyə. Günü bir şirvana mən razıyım ki, oradan pul qazanım. Günü 20 şirvana verdim arendiyə oranjey. Ya belə pul qazanım. Sonra xalalı etdim ki, daha burada evə gedəsi şey yoxdur da, səni də bura. Dedi, yarı yarı. Sağ olsunlar, gəldilər, yəni söktülər, dövlət adı ilə söktülər. Qırmızı xəttə düşdü, 2099-2000-in əvvəlində Həzballah müəllim sağ olsun. Dedi ki, gələrsiz, daşdan tikərsiniz. Sonra elə oldu, Həzballah müəllim başqa aşı oldu, görə bilmədi. Amma bir dənə söz verdi, elədi mənə. Mənə qayıtdı ki, oğlum, narahat olma, özü gəlmişdi, sökə bilmirlər də, oranı yəni vermirdim. Müəlləmin çıxdı, özü gəlmiş, polislərlə zaten. Mən bunu tanımıram, televizor baxmağa vaxtım var, amma adını eşitmişəm, Həzballah müəllim gəlib, şəhərdə obyektlər sökülür o vaxtı var idi, qırmızı. Dedi, oğlum, narahat olma, sənə icazə verəcəm, daşdan tikəcəksən, amma yerinə yetirdi. 2000-də bu sözü verdi, haradasa 2015-də sağ olsun, düz məhəlləmizdə 5 mərtəbə bir dənə oğlu üçün daşdan tikdi. Akası oğluna deyilmiş. Oğluna deyilmiş. Sağ olsunlar. Yəni. İndi də Jasmin yoxdur 5 mərtəbə, o onun oğlunu sağ olsun.